Herkes elədiyini almamış bu dünyadan getmir. Almayanda da balasının qabağına çıxardı. Hamı da bilsin ki 6-cı sinif kitabında Azərbaycan dilində bir südlü siyıq var. Bir şagird çox kasıbdır, corab toxuyur, balası satır. Uşaq heç nəyə dolana bilmir. Müəlliməsi bir gün dərsdən çıxanda görür uşağın əlində çoxlu corab var. Deyir, niyə bu corabları satmamışsan? Deyir, müəllimə yaydı, corab getmir. Müəllim uşağı aparır evə, corabları götürür. Deyir, südlü siyıq var, otur, ye ged. Uşaq yeyir, gedir, şans olur, uşaq ürək cərrahı olur. Asiyentə gəlir təkin, bir xəstə gətiriblər, qocadır, ödəməsini eləyə bilmir, amma ölür. Gəlir, gör ki, müəlliməsidir. Deyir ki, əməliyyat stolunu hazırlayın, xalatımı gətirin. Asiyentə deyir ki, axı ödəməsini eləyə bilməyib. Deyir, neçə il bundan qabaq südlü siyıqla ödəməsini eləyir.